Bir hicablı müsəlman xanım nə edə bilər axı? Ümumiyyətlə İslam özü nədir ki, hələ bir o dini qəbul etmiş bir hicablı müsəlman xanımdan nə isə etsin? Ümumiyyətlə müsəlman bir xanım ancaq evində oturub bozbaş bişirə bilər. Nə? Universitet təsis eləmək? Yox, bu mümkün deyil. Amma yox, mümkündür. Və mən bunun yaxşı izahını verəcəm. Yeni gələnlər üçün qeyd edeyim ki, adım Hüseyn Fərhadovdur. Tarixçiyəm və yazıcıyam. İmam Əlinin oğlu Məhəmməd Hənəfiyyə barədə bir kitab qələmə almışam və kitabı əldə etmək istəyənlər rəylərdə qeyd edə bilərlər. Bundan əlavə qeyd edeyim ki, biraz arada səhhətimlə bağlı xəstələnmişdim, üstünüzə sağlıq və səsim yerində deyil, buna görə üzrlü sayın. Bəli, dünyada ilk universiteti təsis edənin bir müsəlman qadın olduğunu bilirdiniz. Yəni necə bundan əvvəl universitet yox idi dünyada? Heç mi qədim Romalılarda yaxud başqa yerlərdə ümumiyyətlə universitet olmayıb? Olub. Amma bunların, yəni ilk universiteti təsis edənin dünyada nə üçün Fatimə Əl-Fihriyyə olduğunu izah edəcəm. Ümumiyyətlə Fatimə Əl-Fihriyyə kimdir? Tunis dövləti, indiki Tunis ərazisi Qeyrovan şəhəri 800-cü il. Məhəmməd adlı bir ərəb, Fihr qəbiləsindən olan bir ərəb kişi var və sadə bir ərəbdir, heç nəyi olmayan, fəhlə deyək də, bir fəhlə babanın evində bir qız övladı dünyaya gəlir. Adını Fatimə qoyurlar və bu hadisə 800-cü ildə Tunisdə Qeyrovan şəhərində baş verir. Bir müddət sonra həmin bu Məhəmməd kişi Mərakeşin Fəs şəhərinə gələn ərəb ailələr ki var idi, o da öz qızlarını, Fatimənin yoldaşını və bacısını götürüb qoşulur həmin o ailələrə Mərakeşin Fəs şəhərinə gəlir. Çünki həmin vaxt Mərakeşdə İmam Həsənin soyundan olan adil bir hökmdar, 2-ci İdris hakimiyyəti idi. Məhəmməd kişi də gələndən sonra Mərakeşə ticarətlə məşğul olmağa başlayır və kiçik ticarətdən başlayaraq əli gətirdikcə daha böyüyünə keçir və tezliklə, yəni qısa bir müddətdə Mərakeşdə böyük tacirlərdən birinə çevrilir. Beləliklə illər ötür, onun qızı Fatimə böyüyür və onu ərə verirlər. Lakin biraz da keçəndən sonra həmin Məhəmməd kişi, yəni Fatimənin atası da rəhmətə gedir, eyni zamanda yoldaşı da rəhmətə gedir. Amma həm atasından, həm yoldaşından ona və bacısı Məryəmə böyük məbləğdə pullar qalır. Dindar və təhsilə önəm verən Fatimə xanım beləliklə bu pullarla böyük bir saray tikmək əvəzinə hansısa bir xeyriyyə işinə əl atmaq istəyir və bacısı Məryəmlə də qərarlaşandan sonra, məsləhətləşəndən sonra belə qərar verirlər ki, bəs mirasın böyük bir hissəsinə bir məscid-mədrəsə kompleksi tiksinlər. Beləliklə Fəs şəhərinin mərkəzi hissəsində 245-ci ildə, Hicri 245-ci ildə böyük bir torpaq sahəsi alırlar. Miladi təqvimlə 859-cu ildə, yəni onda Fatimə xanımın artıq 59 yaşı var idi. Böyük bir yer alırlar və tikməyə başlayırlar. Məscid-mədrəsə kompleksinin tikintisində istifadə olunan bütün materialların həmin o alınmış ərazidən götürüldüyü və hətta suyun da, yəni istifadə olunan suyun da həmin o ərazidə qazılan quyudan çıxarıldığı qeyd olunur ki, heç kim həmin o məscid-mədrəsə kompleksinin resurslarında, yəni istifadə olunmuş resurslarının haram yolla, qıraqdan gətirilmiş bir mallar olduğu, materiallar olduğu şübhəsi yaranmasın heç kimdə. Yəni hər kəsə qeyd edirlər ki, hər kəsə deyilir ki, yəni elan verilir ki, həmin bu materiallar, su, hər bir şey bu alınan ərazidən çıxandır. Yəni biz bunu almışıq və rahat şəkildə də buranın tikintisində istifadə edə bilərik. Heç kimdə şübhə olmasın. Həmin bu məscid-mədrəsə kompleksi tamamlanandan sonra isə Fatimə Əl-Fihriyyə deyirlər ki, gəlir, girir həmin o məscidə, orada Allaha dua eləyir ki, bəs mənə verdiyin nemətlərə görə sənə təşəkkür edirəm. Bundan əlavə qeyd edirlər ki, həmin o məscid-mədrəsə kompleksi tikilib qurtarana qədər Fatimə Əl-Fihriyyə oruç tutub. Tikilən bu Əl-Qəraviyyin məscid-mədrəsə kompleksi tezliklə bütün İslam dünyasında məşhur bir elmi mərkəzə çevrildi. Həmin bu Əl-Qəraviyyin universitetində tibb, astronomiya, filologiya, hüquq, fəlsəfə, ilahiyyat elmləri, məntiq, riyaziyyat və s. elmlər tədris olunurdu. Bundan əlavə orada həm oğlanlar, həm də qızlar oxuyurdular. Bütün tarix uzunu bu universitetdə çox məşhur adamlar, yəni bugün tarixdə adı keçən insanlar təhsil alıblar. Onlardan məsələn İbn Xəldun, İbn Rüşd və Əl-İdrisi kimi tarixi şəxslərin, alimlərin adlarını çəkmək olar. Onlar hətta əvvəlcə həmin bu universitetdə təhsil almışlar, sonra da bu universitetdə müəllim kimi dərs demişlər.
Bəs necə olur? Bundan əvvəl universitet yox idi dünyada. Yəni heçmi qədim Romada, Yunanıstanda, yəni böyük mədəniyyətlərə sahib olan dövlətlər olublar tarixdə. Bunlarda universitetlər olmayıb, olub. Amma Fatimə Əl-Fihriyyənin təsis etdiyi bu universitetin sistemi yuxarı-aşağı günümüzdəki universitetlərin sistemi ilə eyni, üst-üstə düşdüyünə görə, ona görə tarixdə ilk universiteti təsis edən xanım kimi tarixə düşüb. Yəni bu universitetdən qabaqki universitetlər, başqa qədim Romada, Yunanıstanda və s. sistemləri bugünkü universitetlər kimi deyildi. Onlarda ali təhsil başqa cür idi. Bu sistemlə getmirdi. Məsələn, misal olaraq bunu deyə bilərik ki, məhz tarixdə ilk dəfə bu universitet idi. Fatimə Əl-Fihriyyənin təsis etdiyi Əl-Qəraviyyin universiteti idi ki, təhsil sistemini müvəffəqiyyətlə bitirmiş tələbələrə icazət kağızı, yəni günümüzdəki həmin o diplom verirdi. Bundan əvvəl hansısa universitet, hansısa təhsil ocağı təhsili bitirmiş tələbələrə heç bir kağız, heç bir şey vermirdi. Amma ilk dəfə tarixdə bu universiteti bitirənlər icazət kağızı deyirdilər. İndiki dilimizlə diplom, yəni diplom alırdılar. Bu, həmin o universitetin günümüzdəki universitetlərlə üst-üstə düşən sistemindən bir misal idi. Beləliklə 9-cu əsrdən fəaliyyətini fasiləsiz davam etdirən bu təhsil ocağı 1963-cü ildə Mərakeşdə müasir təhsil sisteminə daxil edildi. Yəni artıq yeni universitetlər ki yaranıb, onu da götürüb ora qatdılar və qəbul etdilər ki, bəli, indi də davam edir həmin o universitet. Bu universitet həmçinin bundan əlavə, yəni bütün bunlardan əlavə 1997-ci ildə Ginnesin rekordlar kitabına düşdü. Bunun da səbəbi dünyada ən uzun ömürlü universitet olduğuna görə idi. Yəni dünyanın ən qədim davamlı ali təhsil ocağı olaraq Ginnesin rekordlar kitabına düşdü, 1997-ci ildə qəbul elədilər. Eyni zamanda dünyanın ən qədim universiteti olduğuna görə, ali təhsil ocağı olduğuna görə UNESCO tərəfindən tanınıb, yəni qəbul edilib ki, bəli, bu dünyanın ən qədim təhsil ocağıdır. Beləliklə 800-cü ildə doğulub, 880-ci ildə dünyasını dəyişən, yəni 80 yaşında dünyasını dəyişən Fatimə Əl-Fihriyyə İslam dünyasında qadın təhsilinin simvollarından birinə çevrilmişdir və tarixdə elmin inkişafına dəyərli töhfə verən qadınlardan biri kimi xatırlanır. Bundan əlavə sərvəti ilə uşaq və gənclərin təhsil alması üçün müxtəlif işlər görən bu xanıma Ümmülbənin sözü ləqəb olaraq verilmişdir. Doğrudur, Ümmülbənin əslində oğlanlar anası deməkdir, amma burada uşaqlar anası mənasındadır və ona uşaqlar anası ləqəbi verilmişdir. Bunu da qeyd edeyim ki, bacısı Məryəm, yəni Fatimə Əl-Fihriyyənin bacısı Məryəm isə Fatimə Əl-Qəraviyyini tikdirəndə bacısı Məryəm də çayın o biri tərəfində Əndəluslu müsəlman ailələr, yəni İspaniyadan olan müsəlman ailələrin istəyi ilə çayın o biri tərəfində Əl-Əndəlusiyyin adlı məscidi tikənlərdən, yəni məsul şəxslərdən biri idi. Allahdan hər iki xanıma rəhmət diləyirəm və video xoşunuza gəldisə bəyənməyi, paylaşmağı unutmayın, rəylərdə də qeyd edərsiniz inşallah. Sizin xoş sözləriniz mənim üçün motivasiyadır həqiqətən. Pis sözləriniz də onsuz da yazanlar olur. Yenə də gəlib yazsa, eybi yox, o da videonun önə çıxmasına kömək edir də, ən azından pis sözlər. Neyniyək daha, necə qəbul edir?